بسم الله الرحمن الرحيم. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mövzumuz Qur'an-ı Kərimin təfsiridir və Şəms surəsini təfsir edirdik. Amma son olaraq bu ayələri ki qeyd elədik, bu ayələrin 11-ci ayədən ta 15-ci ayəyə kimi bir neçə nöqtəyə biz işarə eləyək. Allah bu ayələrdə 11-dən 15-ə bizə hansı mesajları verir və hansı nöqtələr burada vardır? Birinci şey ki qeyd etmək istərdim, o budur ki, Səmud tayfasının qısa olaraq, belə deyək, sərgüzəştini qeyd eləyək. Samud tayfası tarixdə nəql olunur ki, bəzi yerdə Hicaz və Mədinə və Şam ortalığında bir yer idi ki, ola Vadi-ul Qura deyilirdi. Ki, orada yaşayanlar bütpərəst idi və müxtəlif günahlar sahibləri idi. Onlara Allah Peyğəmbər göndərdi, Salih Peyğəmbəri ki, onları bu bütpərəstlikdən nicat versin. Bütpərəstlikdən nicat versin və onlar bir daha bu günahları eləməsinlər. Və onların öz xahişi nəticəsində Allah Teala onlara bu dişi dəvəni göndərdi möcüzə olaraq. Dağ aralanır və dağın arasından o dəvə gəlir. Onlar dedilər ki, ya Salih, bizə bir möcüzə. Çöldə idilər, o da Allahdan möcüzə istədi. Dedi, bax, dağ, qaya yaralanacaq, arasından dəvə gələcək. Və bu möcüzə olaraq Allah Teala bu dəvəni göndərdi və onların qeyd etdiyimiz kimi bulaqları var idi ki, bir gün dəvə su içməli idi, başqa günü onlar o bulaqdan istifadə etməli idilər. Onlar ki, o gün ki, məsələn, bulaqdan su içmirdilər, dəvənin südündən istifadə edirdilər. Yəni, dəvə suyu içirdi, dəvənin südündən də bunlar istifadə edirdilər. Yəni, o həddəcən o dəvə onlar üçün belə deyək, xeyri var idi, nəinki ziyanı. Və dəvəni bir gün öldürmək qərarına gəldilər və qeyd etdiyimiz kimi Qəddar ibn Salif adında bir şəxs dəvənin ayaqlarını kəsir və dəvə yıxılır. Yıxıldıqdan sonra dəvə ölür, həlak olur. Və 3 gün yenə də Allah buna baxmayaraq 3 gün bunlara möhlət verir ki, bu zülmlərinə qarşı bəlkə tövbə eləyib qayıdalar. Bunlar 3 günü də ayılmadılar. Ayılmanın da nəticəsi nə oldu? Və əxəzəl-ləzīnə zələmus-səyhətu fəəsbəhu fi diyarihim casimin. Hud surəsi ayə 67. Bunlar 3 günlük möhlətdən ayılmayandan sonra Allah əzabı nazil elədi və bunlar cansız halda, ağzı üstə yıxılmış halda hamısı ölü tapıldılar öz evlərində. Allah yerlə bir etdi. Və odur ki, bəlkə də yenə tövbə eləsələr hidayət olardılar. Və bu tayfanın, Səmud tayfasının dastanı bu cür başa çatdı. İkinci nöqtə ki, bu ayələrdən 11-dən 15-ə qeyd etmək olar, o nöqtə budur ki, birinci bədbəxt və axırıncı bədbəxt. Bu təbir. Əşqəl əvvəlin və əşqəl axirin. Birinci bədbəxt və axırıncı bədbəxt kimdir ki, Peyğəmbər hədisində Əli əleyhissalama buyurur, birinci bədbəxt o kəsdir ki, həmin Qəddar ibn Salifdir ki, Həzrəti Salih qovmuna Səmuda gələn dəvəni qətlə yetirdi. Və axırıncı bədbəxt ya Əli o kəsdir ki, Əbdurrahman ibn Mulcəm muradı ki, səni öldürdü. Və bunların da hər ikisinin, həm İbn Mulcəmin, həm Qəddar ibn Salifin günahı nə idi? Allahın ayə və nişanələrini aradan apardılar. Birinci İmam Əli əleyhissalamı, biri də Allahın göndərdiyi möcüzəni aradan apardılar və ona görə o birinci bədbəxt hesab olunur, axırıncı bədbəxt isə İbn Mulcəm. Yəni, hədisdə bu cür
məşhurdur və tarixdə ola bilsin. İmam Hüseyin qatilləri İbn Mulcəmdən də belə deyək, daha artıq bədbəxt hesab olunsunlar. Amma Rəsulullahın dilindən çıxan bu iki şəxsdir. Üçüncü nöqtə olaraq qeyd eləyərdik ki, bu ayələrdən istifadə olunur. İnsan öz nəfsini təhsib eləməsi insana böyük bir vəzifədir. Baxın, Allah Teala Şəms surəsində 11 dəfə and içir. Bu 11 dəfə andın nəticəsi axırda gəlir nə buyurur? Nəfsi təhsib eləmək, təskiyə eləməyə gəlir, çıxır. Deyir, and olsun günəşə, and olsun onun saçmağına, and olsun yerə, and olsun onu bina eləyənə, and olsun aya. Bu andları 11 andı ki, Allah Teala qeyd eləyir. Nəticəsi hamısı insanın nəfsinin təskiyəsidir. Baxın, əgər bir nəfər nəfsinin təskiyəsindən uzaqlaşa, bəlaya düçar olar. Ən azından o bəla budur ki, o özünü itirər. Aqibəti pis olar. Özünü itirər. Mümkündür ona zəlzələ ilə məhv olmaya, mümkündür başqa şeylə məhv olmaya. Amma şəxsiyyəti məhv olar. O da bir bəladır. Ruhu qaralar, o da bir bəladır. Yəni, həqiqətdə mal, məqam və vəzifə, bu kimi şeylər insanı həyatda nəfsinin təskiyəsindən geri qoymalı deyil. Ola bilər insan prezident olsun, amma nəfsini boğa bilsin. Ola bilər insan böyük bir şəxsiyyət olsun, nəfsini kontrol eləməyi bacara bilsin. Yəni, o demək deyil ki, insanın vəzifəsi böyüdü və nəfsinə itaat eləyəcək şəhvətinə. Xeyr, o kontrol eləyər və daha yaxşı öz cəmiyyətinə, öz vəzifəsinə yetişə bilər. Odur ki, bu məsələyə insan diqqət eləməlidir və ayə də bunu qeyd eləyir. Bəzi vaxt bir nöqtəyə də işarə edeyim. İnsanın bədbəxtçiliyi Allah tərəfindən deyil ki, insanın bəzi vaxt bədbəxtçiliyi onun əməllərinin nəticəsindədir. Yəni, insanın sınmağı, o demək deyil ki, qəza o qədər belə istədir. Yox, özün bir sıra çirkin əməllər görübsən, günaha düçar olubsan ki, onlar səbəb olub ki, sən neyniyəsən, bədbəxtçiliyə səbəb olasan. Bax, tarixdə Misirin əzizinin arvadı kim idi? Həzrəti Züleyxa aleyhissalam. O zaman ki, Həzrəti Yusuf aleyhissalam xəzinənin rəisi oldu və Misirin hakimi onu görüşdü və xəzinənin rəisi təyin elədi. Orada Züleyxa Həzrəti Yusuf aleyhissalamın bu cümləni deyir. Çox maraqlı və oxuyanda ləzzət elədi mənə də. İnnəl hirsə və şəhvətə tusayyirul muluka əbidə. Ki, həqiqətən bir şeyə hirs eləmək və şəhvətli davranmaq padşahları qula çevirdi. Və innəs səbrə və təqva yusayyirul əbidə muluka. Amma səbr və təqva qulları padşah elədi. Sözü bir mənada Həzrəti Yusuf aleyhissalama vururdu ki, mən Misirin əzizinin xanımıydım, sənə meyl elədim, şəhvətim məni azdırdı, oldum qul. Sən ki, qul uydun, qul olaraq gəldin, satıldın və mənim ərim səni almışdı, nəfsinin sözünə qulaq asmadın, səbr və təqvaya qulaq astın, sən oldun padşah, vəzifə sahibi. Fəqalə Yusuf aleyhissalam, qalallahu ta'ala. Həzrəti Yusuf aleyhissalamda Allah belə buyurur. İnnəhu mən yəttəqi və yəsbir fə innallaha yuzi'u əcrəl muhsinin. Hər kim təqvalı ola, səbirli ola, Allah heç vaxt yaxşı insanların əcrini zayi eləmir. Və Həzrəti Yusuf aleyhissalamın filmində, kinosunda da
görsənir. Həzrəti Yusif əleyhissalam keçdikdə Züleyxa onu da o vəziyyətdən, cavanlıq əldən getmişdi, baxırdı, gördü və oradan keçəndə yenə bu sözü dedi. Ki o keçid halında dedi ki, Elhamdülillahi'llezî cealel mulûke bima'siyetihim abida ve cealel abida bita'atihim muluka. Şükür olsun, Hazreti Züleyxa deyir, şükür olsun Allah'a. O Allah'a ki, cealel muluka, qərar verdi padişahları bima'siyetihim, günahlarına görə abida, qul, padişahı qul elədi. Və cəaləl əbidə bitaətihim muluka, və qərar verdi qulları itaətlərinə görə, Allahdan itaətlərinə görə padişah qərar verdi. Və sadə bəyanla deyim, bəzi vaxt bu kimi məsələlər bizim cəmiyyətimizdə də görsənir. Görürsən ki, bəzi vaxt bir insan yaxşı bir həkimdir, həqiqətən yaxşı bir həkimdir, amma şərəbxorluq nəticəsində vəzifəsini əldən vermiş olur. Və bu bizim cəmiyyətdə də bu kimi şeylər görsənir və yaxud görürsən ki, böyük vəzifəli şəxslərdir. Sovet hökuməti dövründə də bu cür şeylər çox baş verib, içkiyə meyillik nəticəsində vəzifəsini və hər bir şeyini əldən veribdir. Və odur ki, Allah'a ant verirəm öz izzət və cəlalına, bizim nəfsimizi kontrol olan nəfslərdən qərar versin və bizə güc versin ki, nəfsimizi, şəhvətimizi təqva və səbr əsasında qoruya bilək. İnşallah Allah bu əzəmətli ayın ehtiramına, ibadət və itaətlərimizin nəticəsində bizə sağlam nəfs nəsib eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.